Hər vaxtınız xeyir olsun dostlar. Xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Süper Liqasında Galatasaray Kasımpaşa oyundayıq. Galatasarayın dövrənin son oyunudur Galatasaray üçün. Dünən Fenerbahçe qələbə qazandı 3-0. Bu günlərdə Galatasaray inşallah qələbə qazanar. Fenerbahçe ilə xal fərqini 3-ə çıxardar. Bu dəqiqə indi xalları eynidir Galatasaray ilə Fenerbahçenin. Bir oyunu eksikti Galatasaray'ın ama averajla bir averaj artıqdır Fenerbahçe Galatasaray'dan. Ona göre de birinci sıradadır. İnşallah Galatasaray bir gün qələbə qazanar. 3 xallı fərqlə gedər dövrəyə. Yəni bu oyundan sonra artıq transfer açılır, qış transfer dönəmi açılır. Kubok oyunu var. Bir həftədən sonra Galatasaray kubok Süper Kupa oyunu var. Süper Kupada Trabzonsporla oynayacaq. Bir həftə istirahat olacaq bu oyundan sonra. İnşallah bir gün qələbə qazanar və rahat gedib istirahatlarını eləyərlər. Fikrimcə maraqlı oyun olmalıdır. Çünki Galatasaray ilə Kasımpaşa arasında həmişə yaxşı oyun olub, qollu oyunlar olub. Artıq 3-4 oyundur ki, qollu oyunlar olur və 19 dənə top vurulub 3 oyuna. Təxmini belə bilirəm. İnşallah bu günlərdə qollu oyun olar, amma Galatasaray daha çox qol vurar. Hamı bilir ki, Galatasaray birinci hissələri yaxşı oynayır, ikinci hissələri biraz düşüş yaşayır, performans düşür ikinci hissələrdə. Ona görə də ki, fikrimcə bu günləri çalışıb preslə oynayıb ya 2-3 top eləməlidir, birinci hissəni bitirməlidir və ikinci hissənin əvvəllərinə də bir top falan belə vursa, yəni 3-0 və yaxud da 4-0 nəzərdən ki, birinci hissə fikrimcə 2-0, 3-0 öndə girməlidir ki, ikinci hissədə biraz performansı düşür Galatasarayın 60-cı dəqiqədən sonra, 65-ci dəqiqədən sonra. Ona görə də birinci hissədə qollar vurmalıdır. İnşallah günləri Icardi bir qol vurar. Bir qol vursa Giorgio Hacını keçir. Ən çox yabancı oyuncu olacaq qol vuraraq bir gün vursa. İnşallah Sane'dan qol gözləyirəm. İnşallah qol vurar. Günləri Sane də neçə oyunda artıq özünü göstərməyə başlayır. Tam öz performansında deyil, amma da yenə yaxşı oynayır. Baxanda komandaya ümumiyyətcə baxanda bu dar kadroya baxanda daha yaxşı oynayır. Yəni çünki yedəkdə onları yedəkləyəcək bir oyunçu yoxdur. İnşallah transfer dövründə bir 2-3 yaxşı normal transfer eləyərlər ki, yedəkləməyə oyunçu olsun. Çünki ikinci hissədə daha çətin olacaq. Çempionlar Liqasında küçəyə qalsa, 24-ün içinə qalsa, ondan sonra kubok oyunu var. Super Kupa oyunu qutaracaq söz yox. Lig oyunu var. Ona görə də ki, yedəkləməyə oyuncular almaq lazımdır. Oyun başlaydı dostlar. Oyuna keçməmişdən qabaq videolarıma bəyənin, kanalıma abunə olun, bildirimləri açın, yorumlarınızı yazın, fikirlərinizi bildirin. Əsasən də abunə olun və bildirimləri açın ki, paylaşdığım videolar sizə gəlsin. Keçər dostlar oyuna, inşallah maraqlı bir oyun olar, hakimlərin danışılmadığı bir oyun olar. Keçər oyuna dostlar. Ve gol! Yunus! 1-0! Bu! Qəşəng gəldi. Bax var da, bax bu şeydə Barış Alper'in sürəti var həqiqətən də. Çata bilmədi. İkisi də şeyin də Kasımpaşa'nın oyuncusu da çox sürətli idi. O da çox sürətlə gəldi, amma Barış daha sürətli idi. Çata bilmədi. Nə topa çata bildi, nə Barış'a. Ala 1-0. Bax bu. Bax bu. Tez gol vurmaq lazımdır. Burada Kasımpaşa oyuncusu səhv elədi. Top ayağına ilişdi. Yoxsa o da təhlükəli gəlmişdi. Öz ayağına ilişməsəydi top çox təhlükəli olar. Gol da ola bilərdi bəlkə. Burada atdı. Bir rahat 40 metrə tempo ilə qaçdı. Burada pası Yunus. 1-0. Bax tez gol, erkən gol vurmaq bax burada yaxşıdır. Bir dənə də vurmaq, 2 dənə də vurmaq. Birinci hissəyə qutarana kimi bir 2 dənə də vursan 3-0 rahat. 3-0 rahat. 10-cu dəqiqədə hələ. Hələ 10-cu dəqiqədə 1-0. Əla. Vur! Ala vur da! Ayda kim idi o? Şalay. Arxa dirəkdə Şalay ayağını uzatdı, vura bilmədi. 1-0'dan sonra biraz daha sakit oyun gedir. Ara sıra Başakşehir neydi? Ara sıra Kasımpaşa gəlir Galatasaray qapısıdır, amma təhlükəli zərbələr yoxdur. Qapıya heç zərbəsi yoxdur Kasımpaşanın. 29 dəqiqədə Galatasaray 1-0'dan sonra biraz daha Galatasaray da gəlir, amma o da son saniyyət paslarında, son paslarda biraz səhvlər olur. Ya düz pas getmir, ya müdafiədən qayıdır eləyir.
1-0 da hələ ki. Birinci hissə qutarana kimi heç olmasa bir 2-0 olsa əla olardı. Ulla ne oldu? Barış vur da Barış! Bir gol bir asist elədi Barış. 33-cü dəqiqə. Qaşan yaxşı atak gəlişmişdi Qalatasarayda, amma Barışın zərbəsində qapıçı da yaxşı uzandı. Qapıçı da yaxşı uzandı, barmaqlarından çıxartdı. Korner. Bir dənə kornerdən qol 34-cü dəqiqədir. 1-0 birinci hissə qurtarması yaxşı deyil. Heç olmasa ən azı 2-0 olsun. Ki ikinci sərbəst Galatasaray. Ay, ne oldu ya? Ne oldu burada? Faul var. Pasa baksa. Sane'den pasa baksa. Vur da bunu da. Sen o pası. Ay böyle o pası necə vura bilmədin sana? Sane'nin pasına basan. Yunus sen onu necə vuramadın ay Yunus? 50 dənə alim oturub fikirləşsə o pası fikirləşənməz, o pası oradan vermək lazımdır. Ay la. Yunus necə vura bilmədi bu topu ay Yunusa? Necə vura bilmədin sən bu topu ay Yunus? Öyle çox belə super pas vermişdi. Çox belə super pas vermişdi sana ya. Ne pası da la o? 2-0 eləyə bilmədilər. Bura baxın səni. Verin bu ikini daha. Vurun bu ikini daha. Evet dostlar, ilk hissə bitdi. İlk hissə Galatasaray 1, Kasımpaşa 0. Yaxşı başladı Galatasaray. Ümumiyyətlə Galatasaray oyunda yaxşı oynadı. Belə çox belə yaxşı oynamadı, amma lazımı qədər oynadı, amma ikinci qolu vura bilmədi, bitirdi. İkinci gol gəlmədi, şanslar da oldu, amma gəlmədi. 1-0 oldu. Kasımpaşanın qapıya zərbəsi yox. Ara sıra Galatasaray qapısına tərəf gəldi, amma qapıya nə dəqiq zərbəsi, nə də belə zərbə yoxdur mənim fikrimcə. 2-0 olsaydı biraz daha yaxşı olardı. Çünki ikinci hissədə Galatasaray 60'dan sonra 65'ten sonra biraz performans düşür Galatasaray'da, zayıf oynayır. İnşallah bugün bu olmaz. Gollar olar, 2-0 olar, 3-0 olar, bugün qələbə qazanarı və birinciliyi yenidən alarıq, keçərik birinciliyə. İkinci hissə bitdi, birinci hissə bitdi, ikinci hissədə görüşərik dostlar. Kanalıma abunə olun, videolarımı bəyənin dostlar. İkinci hissədə görüşərik. Vur! Icardi, ne oldu Icardi? Vur da bunu da Icardi da. Vur bunu da. Ay sen zibile kalasana. Bu yana da vura bilmediler ha. Ne kaşan pas vermişti Yunus. Yunus'tan da kaşan pas. Bakın burada offside yoktu. Offside yoktu burada. Vura bilmedi, bura bakın sana. Çok kaşan pas vermişti Yunus Icardi'ye. Icardi vurdu, kapıcı Yaniotis. Bir tane köyden zərbə kaldırdı, orta. Getmir. Bırak da. Bırak da İlkay'da. Ay bля. Bırak geçsin Barış'a da. Bu günləri Galatasaray'da en pis oyunu oynayan İlkay'dı bu dəqiqə. Heç də yoxdur. Galatasaray'da bu dəqiqə en pis oyunu oynayan burada ilk 11'de İlkay'dı bu dəqiqə. Gedirdi top Barış'a gedirdi. Barış qabağına düz düşəcəkdi. Ayağını atdı topa. Özü də saxlayamadı, qoymadı, top da getdi. 71-ci dəqiqədir. Bu İlkay'ı çıxartdı da. İlkay oynaya bilmir. İlkay 1-ci dəqiqədən 70-ci dəqiqəyə kimi İlkay oyun oynamır. Ya top atırlar, topu saxlaya bilmir. Yıxılır, pası dəqiq verə bilmir. İlkay yoxdur, İlkay. Gəldi. Hələ bir dənə Başakşehir Kasımpaşa qapıya zərbəsi yoxdur. Nə dəqiq zərbəsi var, nə qapıya zərbəsi. Bir dəfə zərbə vuracaqlar, o da gol olacaq. Çıxartdı da bu İlkay. Vur Sara. Gola bak. Sara. Gabriel Sara. 2-0. Nəhayət 2-0 oldu. 82-ci dəqiqə.
Preslə aldı Galatasaray. Yunus pres elədi, preslə aldı və 2-0. Yaxşı, biraz rahatlamaq oldu. Çünki 1-0 çox təhlükəlidir. Galatasaray hələ ki bu axır oyunlarda ikinci hissəni çox pis oynayır. Amma düzün demək lazımsa Kasımpaşa'da bir oyun oynamır. Kasımpaşa ümumiyyətlə bərbad oyun oynayır. Atilla Salay səhvi. Burada Solakaydı, Sarama çəkdi sağına. Qəşəm atdı. 2-0. Kasımpaşa'da bir oyun oynamır. Kasımpaşa'da bir oyun oynamır deyə də Galatasaray oyun oynayır. Çox belə yaxşı oyun oynamır, amma oyun oynayır. Top Galatasarayda, pozisyonda Galatasarayda. Yəni Kasımpaşa çox pis, çox bərbad oyun oynayır. Qapıya dəqiq bilmirəm, yəni qapıya doğru zərbəsi yoxdur. Nəinki dəqiq zərbə, qapıya doğru zərbəsi yoxdur Kasımpaşa. Rahat. Vur Icardi! Vur Icardi! Icardi 3-0. Vur bunu Icardi. Galatasaray 3, Kasımpaşa 0. Vur bunu da. Ligdə 9-cu gol. 9-cu gol olmalıdır deyəsən. Tam rahat, tam belə profesyonal Mauro Emanuel Icardi aldatdı. Görsətdi vurmağı, vurmadı, çəkdi sağına, atdı sol küncə yerlə. 3-0. Aşkın olayım, gel bir sarayım. Mauro Emanuel Icardi. Emanuel Mauro Emanuel Icardi. Icardi 3-0. Liderliği gelsin. Ara öz yerini bilsin de. Ve oyun bitti dostlar. Galatasaray 3-0 kazandı. Rahat kazandı. Başakşehir çox bərbad oyun oynadı. Çox pis oyun oynadı. Qapıya yox, ümumiyyətcə zərbəsi yoxdur Galatasaray qapısı tərəfə zərbəsi yoxdur. Galatasaray binləri 3-0 rahat qələbə qazandı. Biraz vardı ki məndə ikinci hissəni pis oynayar. 1-0 oldu birinci hissə, ikinci hissəni pis oynayar, gol buraxar. Çünki Kasımpaşa ilə oynar, 3 oyuna 19 gol vurulub iki komanda. Ona görə dedim ki gollu oyun ola bilər. Kasımpaşa gollar vura bilər. Ona görə də biraz adam çəkildi, amma Galatasaray rahat qələbə qazandı, 3-0 qələbə qazandı. Liderliyi aldı Fenerbahçe'dən. 24 saatdir, 26 saatlıq liderliyi vardı Fenerbahçe'nin və lider öz yerindədir. Ki 660 gün sonra Fenerbahçe birinciliğe çıxmışdı. Dedi ki 660 gündür bu birinciliği görmür. O bir 24 saat biraz qalsın orada, görsün oranın dadın. Ondan sonra gələrəm öz yerimə. Və elə də oldu, Galatasaray liderliğe qalxdı. 3-0 qazandı bu günləri. Fenerbahçe ilə xal farqı da 3 oldu. Yenidən 3 oldu. Birinci dövrənin oyunları qutardı Süper Ligdə. Bir də küçük oyunları olacaq. Anladı, Süper Kubok oyunları olacaq 4 komanda arasında. O da gələn həftədən başlayır. Bir həftə istirahat var, gələn həftədən başlayacaq. Bir də ikinci gün Kubok oyunu olmalıdır. Fenerbahçe Beşiktaş oyunu, derbi oyunu olmalıdır. İnşallah oyunda görüşərik dostlar. Videomuzu burada bitirək. Təbrik edirik Galatasaray azarkeşləri. Günləri yaxşı oyundan qələbə qazandı Galatasaray. Dostlar kanalıma abone olun, videolarımı bəyənin. Burada qoymuşam videolarımı bəyənin, abone olun, bildirimləri açın, paylaşdığım videoları görəsiniz, yorumlarınızı yazın dostlar. Sağ olun, başqa videolarda görüşərik.